Baba. Sür də qaqaş. Ay qaqaş. Sürmü, bax. Hər solla gedib sürməyəni o belə keçirlər yanından. Bilet sürmürsən, sağa keç. Bacarmırsan sürməyə, keç sağla sür deyərlər adama. Salam xanım. Baxın xanım, siz kolumu bura qoymuşsunuz. Mən bura gəlmişəm. Bura gəlir, ona görə. Həmişə bura gəlir. Yəqin mənim bəxtimdən də konum həmişə səhv göstərir. Sağ olun. Aha, bərəkallah. Hər an sürpriz çıxa bilər qarşımıza, hər an. Dostlar, salamlayıram hər birimizi. Xoş gördük hamınızı. Bu günləri Starshi Druqla bir yerdəyəm, Minsk. Minsk neydi Allah? Starshi Druq Pulsar NS200 ilə bir yerdəyik. Mən Minski hələ ki qoymuşam istirahət eləsin, addıqat eləsin qocanı. Minsk yox, qoca deyirəm ona. Əslində bu da bir suyu haradasa qoca sayılır, çünki eyni vaxt almışıq əşrəfdən motosikleti. 2022-ci ildə, hətta 3-cü ildə almışıq. Bunun kolu böyük olduğu kimi rasxotları da böyükdür, xərci də biraz böyükdür. İstər bunun yağ dəyişimi olsun, istər qorxma ay qaqaş. İstər yağ dəyişimi olsun, istər benzin baxımından, yəni 95 ilə düşdü də, 1 manat 60 qəpik əvvəl 2 manat etsə, indi şükür Allaha 1.60-dır. Sonra başqa nə deyim sizə? Amma rahatçılığı öz yerindədir də, yəni rahatçılığı yaxşıdır. Ünvana tez gedib çatırsan. Polis ki, bunun ən müsbət şeylərindən biri odur ki, külək buna çox təsir eləmir. Misal üçün, dünənlərə mən bunu götürməyə gələndə ustaya baxmışdım. Starterin düyməsinə biraz su gelmişdi də, yağışın altında qalmışdı, səhvərəməmsə. Oradan topu yaxşı ötürmürdü. Apardım üstəyə təmizlədim, sağ olsun. Xəyal usta. Buradan xəyallar salamlar. Gördüm qrupunda xəyal usta. Xəyal, Hüseyin. Ki təmizlədi. Götürdüm, çıxdım. Neysə, yəni gecə gedəndə ora, axşam, dünən axşam, dünənləri ayının, bugün neçəsi dala, 4-ü, 3-ü. Martın 3-ü çox bək külək başladı. Yəni elə bir külək başladı ki, mən 100% bilirəm ki, Minskdən olsaydım, o külək məni çoxdan uçurmuşdu körpünün üstündən. Amma şey yaxşıdır, 156 kilogram çəkisi var. Külək yəni, belə deyim, küləyə meydan oxuyor da bir növü. Kameranı vaxt söndürəm, sənir. Maşınlar başlayır qabağımda qayda pozmaq. Qayda pozmaq nə deyirəm? O, bəzi sürücülər var, yeşə-yeşə danışırlar. Qaqa, motosiklet sürənlər bezdirmişsiniz. Siz nə sağ bilirsiniz, siz nə sol bilirsiniz. Birincisi çox göz var. İkincisi, bizim motosiklet sürənlər elə bomba kimi də sürürük həqiqətən də. Yəni, pavorot deyirsən, pavorot yandırıram. Söhbət sürücüdən gedir, normal motosiklet sürücüsünə gedir. Yəni, o, bəzi dılğırı qədələr var, başında kaskasız. Sonra Akrapoviç qoşub, Akrapoviç qoşmuyor, 5 orasındır. Adam yandıran oldu ki, neyini say qaqaş? Adamı yandıran oldu ki, Akrapoviç qoşmuyor, götür deşir şeyi, adını səndən. Qurşidir deşir. Motordan da motosikletə bir sən də səsi gəlir, bir ki, eşki ağlayır da, yəni motosiklet yalvarır ki, yana bırax da, mənə əl çəklə məndən, bayra bir səsi gəlir. Ola demirəm mən, ola qoydum bir qırağa. Normal var, öyle işləyənlər var, öz işini işləyənlər. Sizin yüzünüzdən yaxşı söyləyir. Hələ özümü götürüm. Yüzünüzdən yaxşı söyləyir sizin. Nə dönəndə pavorot imkandırırsınız, nə yola çıxanda güzgəyə baxırsınız. Çıxırsınız, sol palasanı tutub boş-boşunu zant edirsiniz. Nə bileyim, məsələn, 90-lıq yolda 50-nə 60-la sürürsünüz. Heç ondan danışan yoxdur. Durub elə ancaq motosiklet sürənlər, elə motosiklet sürənlər belə bəsdir. Gördün bayaqki Range Rover'ı. Çıxıb sol palasaya, 400 miqat edir ki, geçsin sağa da, sürmürsən. Asla sürürsən, qaqaş, gəl sağa da. Mən asla da sürdüm, sürətlə də sürdüm. Çox vaxt sağı tuturam, elə ki, orta palasına gedirəm ki, yəni, ola bilər də, arxadan reski kimsə bir qaya maşını gələr, nə bir təcili yardım gələr, nə bir FHN gələr, kimsə tələsər də, məndən də betər tələsər insan. Ona ən çox bacardığım qədər sağla gedirəm. Amma burada bərk sürüşkəndir, ona görə nə bayda kateqori çıxıb burada qaz verə bilmərəm. Siz də diqqətli olun, belə bir yer aldatmasın. Siz deməyin ki, olsa yağış yağmur, olsa da nə bilim, hava yaxşıdır. Yox,
Havada bu dəqiqənin özündə maroz var. Bu dəqiqənin özündə maroz var. Burada gün düşmür, hələ mənə düşmür. Bilməm niyə görə, Nəsimlər bir gün inciyib. Məhəllələrdən gedib bilənlər, hələ də qar var yerdə. Qarın üstünə gəlin, 3-4 gün keçib də, yəni qar yağmaqlı üstünə, hələ də qar var yerdə. Bu Pulsar bir balaca yığışdırır, Pulsarın ABS-i falan var, eləyir, şey deyir, daha doğrusu biraz yığışdırmağı bacarır. Amma ABS olmayan motosikletlər üçün dedim axır, çətindir. Misal üçün, Minsk'dən olsam, o sürüşsə biraz onu yığışdırmaq çətin məsələdir. Həm hündürdür, həm də ki, təkər nazikdir, həm də baba gördüm, baba döndü, baba belə də olmalıdır, yandırmadı, kobalt. Pürüz getdi, gəldi kobalt. O belə şeylərdən danışırım. Hələ məndə bu birinci kadrdır, o qədər tutmayan kadrlar var, daha doğrusu o qədər paylaşmadığım kadrlar var ki, maşınların çıxartdığı hoqqalardan danışıram ha. Pavorot yandırmaya, bir ki, ümumiyyətlə pavorot yandıran ya söyüş qoyular, ya xəbərləri yoxdur ki, maşında pavorot nük var. Ya da ki, nə bilim, bunlara xoş deyil, bunların pisinə gəlir. Özlərini sıxışdırmır pavorot yandırmaq. Heç kim nə deməsin ki, yaddan çıxır. Qardaş, mənim niyə yadımdan çıxmır? Andola Allaha ki, bu günə kimi, yəni, bilmirəm də, bəlkə də 1000 dəfədə, bir dəfə acansı yadımdan çıxar. O da ki, bəlkə də məsələn, həyəcanlı olaram, nəsə arxadan hansı bir maşın diriyər ki, onda fikrim qalır, onda yandırmaram. O beləncində həmişə mən yandırmışam. Sürücüsənsə, sənin fikrin yolda olmalıdır. Aha, bərəkallah. Hər an sürpriz çıxa bilər qarşımıza, hər an. Sözüm onu deyir, Azərbaycanda, Bakıda fərqi yoxdur, çox bölgələrdə. Motosiklet sürdünsə, sənə zaval yoxdur, yəni Liboyada rahat sürdün özün üçün. Deməli, dünən yox, sıran gün idi. 2 gün olar, 100%, 2 gün maksimum özünü öldür, 3 gün olar. Bundan qabaq Şamaxınkaya sifariş yaparım, rayon taksilərinə, Qusar taksisində sifariş verməliyəm. Yerdə buzdur, qar yağan günün səhərisi idi, səhv eləmirəmsən. Yerdə bildiyiniz buzdur da, yəni buz necə buz? Tam olaraq yox da, küncdə bucaqda sağ tərəfdə buz yığılıb qalıb sağda solda. Sağla gedirəm belə normal sürətimlə. Qaqaş risk gəlgəndə, qaqaş da deyim, qaqaş boynu yerə soğum, risk gəl soldan belə çıx qabağıma. Nə pavorot yandırıb, nə güzgəyə baxıb. Bəlkə də mən and içərəm ki, güzgədə mənə görsə belə şey eləməz. Vecdə almazı sürər. Siqnal verdim buna. Gördüm sağda açıb pəncərəni, dedim yəqin deyək ki, qaqaş üzürlü sor. Açıb pəncərəni bozarı üstündə siqnal versin, hə? Dedim, deyir, at qəlbi və normal yolu sürdürəm. Güzgəyə bax, pavorotu mən yandıracam sənin üçün. Deyir, gəl otur maşınımı sür. Dedim, ağıllı olar, mənə burada fikir öyrətməyin. Yəni, nə demək istəyirəm? Bu qudurğanlıqdır, bu qorxaqlıq əlamətidir. O belə insanlar qorxaq olur. Yəni düşdüm, gəldim, mən qaçmadım, özü kamerada yox idi üstümdə ki, deyəsi ki, kameraya arxa. Düşdüm, gəldim ki, nə deyirsən, sözvüdür də mənə də, görüm ki, sən özünü apravdanı qazandırırsan burada. Sən bölümsən, qaqaş üzür istədi, nə var ki burada? Həmin o sürücü də kobalt sürürdü. Özü də kobalt sürürdü. Mən kobalt sürücülərini pisləmirəm, ha. Yəni, deyirsiniz ki, imkanlı belə, imkanlı, duxuzu satmır sözüm. Qaqaş, Allah'ın olsun imkanlardan 100 lira maşından bir dənəsi eləyər hörmətsizliyi. Hamısı eləyən belə kasıb maşınlardır. Andola Allaha. Neysə, qanımızı qaraltmayaq. Alo, salam xanım. Sabahınız xeyir olsun. Xanım, bundan basırıq xanım. Aha, əla. Salam xanım. Belə rəsmi iş saatı ilə yoxsa? Hə, rəsmi deyəndə yanına 3 saatında bir dəfə gələcəksiniz, aparacaqsınız satılır. 3 gün istəyərik ki, bütün gün bizlə olasınız. Tamam xanım, problem yoxdur. Nə vaxt lazım olsa deyərsin. Dostlar, belə bir nasos almışam Temudan. Məsləhət görürəm sizə də, həqiqətən abi, işimi rahatlaşdırır. Baxın, yandırırsan belə. Burada özün ölçürsən. Mən məsəl üçün qabaq təkər 2 vuram, arxaya vuram 2.20, 2.2. İndi bu maşında fərqlidir, BSB-də fərqlidir, topda fərqlidir. Dokumentində yazıb hansı-hansılar nə qədər gedir. Yəni maraqlı bir şeydir, həqiqətən qəşəng bir şeydir. Məsləhət görürəm 29 manata ya 28 manata almışam belə. İndi hal-hazırda endirimdə olmalıdır. 26-27 manata düşməlidir. 1-2 manata endirimdə olmalıdır. Yəni ümumiyyətlə o qədər bəs pantolonlu sürücü var ki, mən məcbur GoPro üçün 4 dənə daş almışam, 4 dənə batarya almışam ki, amanın günüdür bu üzə duranların əlindən. Qoy, yəni kamera daimi açıq olsun da, daimi yanıq olsun bu üzə duranların əlindən. Dostlar, kuryer işinə başlayanlar məsləhət istəyirsə, daha doğrusu məsləhət verə bilərəm ki,
Başlayırsınızsa, digər videolarda demişəm, formadır, əsas kaskadır, bunlar hamısı öz yerində. Və əlavə avadanlıqlardan biri də kamera, çənə kamerasını məsləhət görürümsə, bacarıqsız çənə kamerası alın. Və yaxud 360 Insta var, Insta 360 var, ondan alın. Axır ki, üzərimizdə kamera olsun. Göydə Allah, yerdə də kamera qorusun sizi. Yəni kamera qorusun nə barədə? Özünüzü zaşət edə biləsiniz də, yəni özünüzü müdafiə edə biləsiniz haqsızlıq qarşısında. Ona görə mütləq və mütləqdir ki, bu işə başlayırsınızsa kamera alın. Yəni imkanınız çatmırsa 360-a, Instaya. Yəni çünki bunlar bahalıdır da, 1000 manatdan yuxarı olur qiyməti, 1300, 1400, 1500 çəkimə çıxır. Yəni 150 manata, 100 manata, 80 manata işlənmiş kameralar var, sadə kameralardır da, prosta görüntünü zəif verir. Köhnə Nokia telefonlar kimi verir görüntünü, amma sizə əsas lazım olan nədir? Görüntü olsun sizdə. Bir də dostlar, kamera alandan sonra mənim kimi məsuliyyətsizlik eləməyin. Yəni nə barədə? Mən də vlog çəkirəm deyənə, kameranı çox açıq saxlamıram da, yəni vacib yerlərdə açıram, söhbət edirəm, danışıram. Sonra söndürürəm ki, zayiski tez qutarmasın. Amma sizdə çalışın əlavə də power bank alın, daimi yanıq vəziyyətdə, daimi işlək vəziyyətdə qalsın kamera. Baxın, yəni bu həqiqətən də həyat qurtaran bir məsələlərdir. Çünki o qədər rastımıza çıxıb ki, acaba Əşrəfin başına gələn bir hadisədən danışın, öz başına gəlməyir, yəni gözünün qabağında olan bir hadisə. Umikaya o vaxt tezə düzəlmişdik. Təbii ki, indi ikisimiz də çıxmışıq öz sistemimizdən. Başqa bir mövzu. Umikaya tezə düzəlmişik. Əşrəf gəldi, o da kameranı mənim təkidimlə almışdır. Həm də mənə baxıb həvəsə gəlib almışdı kameranı. Elə indi də vardı GoPro 8. Neysə qaqaş, 20 yanvar dairəsində qaqaş kruqa girib, dairəyə girib, moped. Qadın sürücüdə gəl bunu vur arxadan. Vur və gör şərəfsizliyin dərəcəsinə bax ki, söhbət o xanımdan getmir ha, vuran qadından. O özü də vuran qadın da kuryerin üstüne yıxmaq istəyirdi məsələn. Orada deyəndən o ağzı ayrılıq gədələr var, taksi şoferləri, İraq yaxşılarından. Durub qadının tərəfini saxlayırlar ki, ay qoş, qadındır, bundan yola ver, düzgün eləməmsən, belə eləməmsən, elə eləməmsən. Əşrəf deyib ki, abi sən nə var? Kamerada görüntü var. Davay hamımız bir gediniz izahat verməyə polisə. Ki hamısı dağılışdı. Utanıb ölmürlər ki, indi daha demirəm də niyə görə. Özünüz bildiniz niyə görə o qadının tərəfini tuturlar. Öz istəkləri, öz çıxarları var o görə. Əşrəf kameranı göstərəndən sonra bunlar atdılar ürəklərindən, çəkildilər bir qırağa, qorxaq doğuşan kimi. Onlar quzu balası. Ona görə deyirəm ki, kamera çox vacibdir. Vallahi bu şeydən göndərdilər, Dent yazılmışdı. Hə, sağ olun. Adı yazılmalı çıxdı, harada götürmüşdüm o, Dent nə? Takıbı hazırdı, buradan bir dənə fırlanın belə abratını girim dənizim ola. Yaxşı vaxta gəldim. Axır ki, bunu gələn kimi sol tərəfi yaşıl olmağını tutuzdurdum ki. Axır tutuzdurdum. Gedib bir dənə çayım için. Sağda yer var, mən deyəm gözləyirəm. Sür get də. Köhnə pulsarlarda 2020-21-lərdə burada göy rəngdə yox, sarı rəngdə yanır, narıncı rəngdə. Gəlin bir dənə bravo marşetdən görüm, şirniyyatdan zaten nə alaram özümə. Yəni, burada saxlayayım. Səhv bomba kimi. Termuzu qoyun bura. Termuzun baba çaşqın. Hələ ki, bu açısından düşdü çıxır. Yəqin ki, ekrana görsəndir. Yaşam və çayımızı süzəyin isti. Soyuq hava malı budur. Burada bir dənə cızıldı, dilxor oldum. Rəngi çox sevirəm, burayı mən xəstə sevdim bu rəngi, rüdül, qırmızı rüdül. Bir cızıldı, qanım qaraldı. Kes. Gözlə də. Baba. Sür də qaqaş.
Ay qardaş. Sürmür bax. Hər solla gedib sürməyəni o belə keçirlər yanından. O belə keçirlər ki, sür də, bilet, sürmürsən, sağa keç. Bacarmırsan sürməyə, keç, sağla sür, deyərlər adama. Yanğı müştərisi problemi çıxdı ki. Hadi yanğı müştərisi. Xanım konumu qoy bu metronun yanına bura. Deyir, mən Neptun marketin yanına. Neptun market ara, bu tərəf ara. Əslində gedməyib bilərəm. Prosta xanımdır. Polis mağazanın içindədir, yəni çıxa bilmirdi, yəni mağazadan. Ona görə sığışdıra bilmədim özümə ki, deyim özün gəl götür. Əslində Allaha and olsun deyirəm, gedməyə bilərəm, aparmaya bilərəm. Amma sözümü deyirəm hamıya. Fərqi yoxdur, uşaqdır, qadındır, yaşlıdır, balaca da, amma deyirəm sözümü. Yəni, bu səhv eləməsinlər. Deməli, bir dənə konuma bax. Konumu bir dənə göstərim. Rəhd ol, gir də konuma da. Ona bax. Bax, mən gedirəm, konumu qoy bura. Salam xanım. Baxın xanım, siz konumu bura qoymuşsunuz. Mən bura gəlmişəm. Amma sırf bura gəlir, ona görə. Həmişə bura gəlir. Yəqin mənim bəxtimdən də konum həmişə səhv göstərir. Sağ olun. Nə oldu ya qardaş? Elə kimdən soruşuram, deyir həmişə bura gəlir. Mənim bəxtim yoxdur onda. Yəni o bəhanədir. Bax indi bax buradayam. Bax görürsüz sarı. Sarı mənim. Müştəri bura qoyub. O necə olur ki qardaş? Kuryer Nasırdan uzatdı ki ya. Neyse, danışıram olaram pis. Nə vaxtda dindir, fərqi yoxdur ya. Kimi dindirirsən dindir. Hamının eyni söyləyib ki, hamı and içib ki, birləşiblər ki, bu bəhanə edəcək ki, həmişə bura gəlir. Ay qardaş, ay başımıza dönüm, ay xanım. Həmişə ora gələ bilməz. Sən konumu səhv qoymusan. Eybi yox. Tamamlayaq sifarişi. Gələ ikinci ardındır.